Və sonra buyurur ki, və la tədəbəru. Və la tədəbəru, yəni bir-birinizə arxa çevirməyin. Arxa çevirməyin nə mənada? Yəni bir-birinizlə əlaqəni kəsməyin. Bu elə bu hədisin başqa rəvayətində də ləfz olaraq gəlib. Gəlib ki, və la təqata'u. Yəni bir-birinizlə əlaqəni kəsməyin. Və bilirsiniz ki, müsəlman qardaşından 3 gündən artıq əlaqəni kəsə bilməz. 3 gündən artıq küsülü qala bilməz. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, la yahillu li muslim en yahcura axahu fawqa thalath. Yəni müsəlmana halal deyil. Halal deyil nə deməkdir? Əksi, yəni haramdır. Yahrum. Nə? 3 gündən artıq müsəlman qardaşını ona əlaqəni kəsməsi, ondan küsülü qalması. Və 3 gün, bu da subhanallah şəriətin hökmlərində olan hikmətə baxın. Nə üçün o 3 gün qoyulub sizcə? Çünki insan təbiəti bunu tələb edir. Yəni insan hər küslüyünə görə, yəni günah daşısaydı, bu günahdan, bu asilikdən heç kəs qurtulmazdı. Ona görə şəriət nə edib? 3 gün vaxt verib. Hətta insanın nəfsində olan o istiliyi qoy, o 3 gün ərzində soysun. Qəzəbli başda ağıl olmur, amma 1 gün, 2 gün keçəndən sonra insan soyur və düşünə bilir. Amma yenə də israr edirsə artıq problem başqa problemdir. Problem artıq qəzəb deyil. Problem baş deyil. Problem artıq nəfsi problemdir. Qəlbi problemdir. Ona görə şəriət 3 gündən artığına icazə vermir. 3 gündən artığı oldu, təsəvvür edin. Hər keçən gün var ha. Sən asilikdəsən o məsələdə. Hər keçən gün.